Salam əziz tələbələr, xoş gördük hər birinizi. Mən Bəyim Teymurozova. Bu gün sizə inklüziv təhsil haqqında qısaca bir məlumat vermək istəyirəm. İnklüziv təhsil nədir dedikdə, sağlamlığından, potensial imkanlarından və maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil almaq hüququdur. İnklüziv təhsil ümumi təhsil sisteminin bir hissəsidir. Məktəbəqədər təhsildə inklüziv təhsil 3 yerə bölünür. 1. Nöqtəvi daxil olma, 2. Hissəvi daxil olma, 3. Tam daxil olma. Nöqtəvi daxil olma nədir dedikdə, əziz tərbiyəçi müəllimələr, sağlamlıq imkanları məhdud olan uşaqlar əsasən oyunlar, gəzintilər zamanı, ekskursiyalar, gəzintilər, oyunlar zamanı sağlam olan uşaqların kollektivinə qoşulurlar. Bəs hissəvi daxil olma dedikdə nə nəzərdə tuturuq? Sağlamlıq imkanları məhdud olan uşaqlar əsasən fiziki tərbiyə, təsvir incəsənət, musiqi məşğələləri zamanı sağlam uşaqların kollektivinə qoşulurlar. Bəs əziz tərbiyəçi müəllimələr, tam daxil olma nədir? Adından göründüyü kimi, sağlamlıq imkanları məhdud olan uşaqlar təkcə ayrı-ayrı məşğələlərdə deyil, bütün məşğələlərdə sağlam uşaqlar kollektivinə qoşulurlar.